insanın Allahın onun üçün seçdiyinə razı olmasıdır. Ki, Allah mənim üçün bunu seçibdir. Buna razılıq bildirməkdir. İmam Zeynul-Abidin əleyhissalamdan bir hədis var. İmam Zeynul-Abidin əleyhissalam buyurur ki, əgər bir bəndə Allahın onun üçün seçdiyinə razılıq edərsə, Allahın onun üçün seçdiyinə aram olarsa, rahat olarsa, onda da başqa hal arzulamaz, başqa bir hal istəməz. Əmir əl-Mömin əleyhissalam görün nə cür gözəl deyir, bax bu Allahdan razı olmaq və Allahın sənin üçün seçdiyinə razı olmaq və başqa hal arzulamamaq. Həzrət buyurur ki, deyir ilahi, əgər məni cəhənnəmə daxil etsən, demərəm ki, bura cəhənnəmdir. Deyərəm ki, bura elə mənim cənnətimdir. Niyə? Deyir ki, çünki mənim cənnətim sənin rızandır, sənin ixtiyarın. Sən məni bu halda görmək istəmisənsə, mənim deyir cənnətim odur. Gör, nə yüksək bir məqamdır ki, Əmir əl-Mömin əleyhissalam haşa ki, cəhənnəmə gedə. Amma bu sözlə Həzrət əleyhissalam Allahın onun üçün seçdiyinə, Allahın onun üçün təyin etdiyinə gör, razılıq hansı həddədir ki, hətta deyir, məni cəhənnəmə atsam belə, demərəm ki, bura cəhənnəm, deyərəm elə cənnətim buradır mənim. Niyə? Çünki sən seçmisən məni bura, ya Rəbbim, sən məni burada görmək istəmisən. Və rızanın səmərələri budur ki, rıza insanda rahatlıq verir bu dünyada. Təşvişdən qurtulursan, narahatçılıqlardan qurtulursan, həyatın sıxıntıları sənə təşviş yaratmır, əksinə sənə ləzzət verməyə başlayır. Çünki sən bilirsən ki, bu sıxıntılar içərisində bişirsən əslində. Görürsən, bəzi insanlar var, 40 ildir namazdadır, ibadətdədir, məscidə gəlir, gedir. Xırda bir məsələdə görürsən, Allaha üsyan eləyir. 40 ildir bu qazanda qaynayırsan, hələ çiğ qalmısan. Allah bizi bişirir, bizi düzəldir, kamilləşdirir və rıza məqamına gəlib çatan elə bir qəlbə, aram qəlbə gəlib çatır ki, bütün varlıq aləm hamısı onun əleyhinə ola, bir zərrə ona heç bir təsir eləməyəcək, narahatçılıq keçirməyəcək. Bütün varlığı da götürəsən, buna verəsən və bunu varlığın başında sultan eləyəsən, yer onun halında bir dəyişiklik baş verməyəcək. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Allahın hikmətindəndir ki, rahatlığı və qurtuluşu rıza və yəqində qərar verib. İnsan nə vaxt rahat olur, insan nə vaxt aramlıq tapır, yəqinə çatsın bir, ikinci razılıq. Əgər insanda yəqin olmasa, axirətə yəqin olmasa, Allaha yəqin olmasa, bu dünyanın sıxıntılarına necə dözə bilər? Dözə bilməz. Ya gedər haşa intihar eləyər, ya da ki, güc qüvvə toplayacaq ki, mən başqasını əzim ki, əzilməyim, məzlum olmayım. Amma Allaha olan yəqin, axirətə olan yəqin və Allahın sənin üçün seçdiyinə razılıq insana bir rahatlıq verir. Qurtuluş da məhz bundadır. Ardınca buyurur ki, Allah hüzünü, qəm qüssəni bir sinədə qərar verib, şək, şübhədə və etirazda. İnsan şübhə içində olduqca qəm qüssədə olacaqdır. İnsan Allahın hökmlərinə, Allahın qəza və qədərinə etirazda olduqca, narazı olduqca əziyyət çəkəcəkdir. Gərginlik içərisində olacaqdır.